uşaqların rahat olması nəzərdə tutulur. Düzdür, bizim indi formaya keçən məktəblərimiz olubdur, amma biz görürük ki, orada müəyyən bir çətinliklər var. Məsələn, istidə o formanı geyinib, o formanı daşımaq biraz çətin olur, çünki üstdən kostyum olur və yaxud da ki, sən qız uşaqsan, mütləq olaraq yubqada gəlməlisən. Yəni, belə bir ayrımçılıq olur bizim içərimizdə. Yəni, bunların hamısı aradan qalxsa, ümumi olaraq forma, mən düşünürəm ki, çox gözəldir. Yəni, formanı hətta, məsələn, qıraqdan baxanda, hər məktəbin öz forması olanda, biz qıraqdan baxanda bilirik ki, hansı məktəbdən bu şagird hansı məktəbdəndir. Yəni, bu yaxınlarda elə olubdur, uşaq məsələn itibdir, onu tapıblar. Məsələn, o formada olsaydı, o bilinərdi ki, məsələn, hansı məktəbdəndir o uşaq. Ülviyə xanım, üzr istəyirəm, bir dəqiqləşdirmə aparmaq istəyirəm. Siz toxundunuz bu ətək məsələsinə qızların. Bəli. Burada problem nədir? Üzr istəyirəm, mən anlaya bilmədim. Bizim bəzi xanımlarımız, yəni ətək geymək istəmirlər, şalvar geymək istəyirlər. Eyni oğlanlarınki kimi şalvar geymək istəyirlər. Amma burada hərdən olur ki, məsələn, deyirlər ki, qızların öz forması var, oğlanların öz forması var. İndi sizcə hansı doğrudur məktəbli forması üçün? Mən düşünürəm ki, onu biz şagirdin öz seçiminə qoymalıyıq. Çünki şagird istəsə şalvar, çünki bilirsiniz, orada şagirdlərin müxtəlif, həm də ki, məsələn, musiqi dərslərində müxtəlif çalğı alətlərində çalırlar. Məsələn, orada bəzən ətək onlara rahat olmur. Yəni, orada, məsələn, örtülü geyinsələr daha yaxşı olar. Yəni, burada mən düşünürəm ki, biz şagirdin özünə verməliyik seçimi. Yəni, özü seçməlidir. İstər ətək geyinər, istərsə də şalvar geyinər. Yəni, bəs baş örtüyü məsələsinə? Bəs baş örtüyü məsələsi, mən yeganə bir şey bilirəm ki, hər bir insan Allahını tanımalıdır, Allahı bilməlidir. Allahı bilən insan həqiqətən heç vaxt səhv yola getməz, düz yolda olar. Amma mən düşünürəm ki, məktəb məktəbdir. Yəni, o da bir ayrımçılıqdır. Onun da müəyyən bir yaşı var. Müəyyən yaşdan sonra övlad özü seçim eləyə bilər. Hansı dini istəyir, qəbul eləyə bilər. Hansı yaşdan sonra Ülviyə xanım? Yəqin ki, 18 yaşından sonra, artıq həddi buluğa çatandan sonra, biz necə ki, onlara sərbəstlik veririk. Məsələn, maşın sürə bilərsən 18 yaşından sonra, 18 yaşından sonra öz pasportu alıb, hansı bir ölkəyə səyahət eləyə bilərsən tək. Yəni, bunu onlara, bu ayrımcılığı onlara icazə verirsə, düşünürəm ki, dini seçimi də biz onlara buraxmalıyıq, amma müəyyən bir yaşdan sonra. Yəni, düzdür, elə ailələr var ki, onlar elə dini olaraq tərbiyələniblər və orada ola bilər ki, bu fərqli baxılsın. Amma mən düşünürəm ki, məktəbə gedəndə bu ümumi məktəb formasıdır və ümumi məktəb formasından da qırağa çıxmaq olmaz.